Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, insanların müraciətlərinə həssas yanaşılması və onların problemlərinin operativ həlli istiqamətində həyata keçirilən siyasətə uyğun olaraq Milli Məclisin deputatları tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Bu baxımdan 2 iyul tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov Gəncə şəhərində növbəti vətəndaş qəbulunu keçirərək sakinlərlə bir araya gəlib. Qəbul zamanı Gəncə şəhərinin müxtəlif ərazilərindən gələn vətəndaşlar deputata onları narahat edən sosial, məişət, məşğulluq, kommunal xidmətlər, təhsil, səhiyyə və digər sahələrlə bağlı müraciətlərini çatdırıblar. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin mahiyyəti ətraflı araşdırılıb və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib. Deputat Müşfiq Cəfərov qəbul zamanı qeyd edib ki, seçicilərlə müntəzəm görüşlərin keçirilməsi, onların problemlərinin yerində öyrənilməsi və həllinə dəstək göstərilməsi deputat fəaliyyətinin əsas prioritetlərindən biridir. O vurğulayıb ki, vətəndaşların etimadı və məmnunluğu hər bir dövlət qulluqçusu üçün ən mühüm məsuliyyət meyarıdır. İnsanların qayğı və problemlərinin dinlənilməsi, onların həlli istiqamətində ardıcıl iş aparılması cəmiyyətlə dövlət arasında etibarlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Qəbulun yüksək səviyyədə təşkil olunmasında Milli Məclisin deputatı Müşfiq Cəfərovun köməkçisi Sahib Əmir Aslanov da fəal iştirak edib. O, vətəndaşların qarşılanması, müraciətlərinin qeydiyyata alınması, qəbul prosesinin operativ və səmərəli şəkildə təşkil edilməsi, həmçinin qaldırılan məsələlərin aidiyyəti üzrə sistemləşdirilməsi istiqamətində yaxından köməklik göstərib. Vətəndaşlarla səmimi ünsiyyəti və məsuliyyətli fəaliyyəti qəbulun təşkilinə mühüm töhfə verib. Görüş zamanı bəzi müraciətlər yerində araşdırılaraq hüquqi izahat verilib, digər məsələlərin isə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində nəzarətə götürüləcəyi və nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib. Bu yanaşma qəbul iştirakçıları tərəfindən razılıqla qarşılanıb. Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqətə, müraciətlərinin dinlənilməsinə və problemlərinin həlli istiqamətində nümayiş etdirilən həssas münasibətə görə deputat Müşfiq Cəfərova və onun köməkçisi Sahib Əmir Aslanova təşəkkürlərini bildiriblər. Onlar bu cür görüşlərin insanların dövlət qurumlarına inamının daha da möhkəmlənməsində və cəmiyyətlə açıq dialoqun inkişafında mühüm rol oynadığını qeyd ediblər. Qeyd edək ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov mütəmadi olaraq seçiciləri ilə görüşür, onların müraciətlərini diqqətdə saxlayır və qaldırılan məsələlərin həlli istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu cür vətəndaş qəbulları insanların problemlərinin operativ şəkildə öyrənilməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə və sosial məsələlərin həllinə mühüm töhfə verir. Sakinlərlə keçirilən növbəti qəbulda bir daha göstərdi ki, vətəndaşlarla birbaşa ünsiyyət, onların müraciətlərinə həssas yanaşma və hər bir problemin həlli üçün səmərəli fəaliyyət göstərilməsi cəmiyyətin rifahına xidmət edən əsas prinsiplərdən biridir.